Salam, hər kəsin axşamı xeyir olsun. Günün əvvəlində bir məsələni danışmışdıq. Bu motor səsinin 10-20 sürətlərdə gedərkən çöldə motor səsini əvəz edən musiqinin bir dəfəlik kəsilməsi, yəni hər dəfə maşını xodlayarkən bunun manual olaraq edilməməsini göstərmək istirdim sizə. Belə deyim, ekranı sol tərəfdən sürüşdürərkən burada çöldə səs bu aktiv olmalıdır. Yəni göy rəng görünməlidir. Daha sonra burada düşürük. Aşağıda audio znakında audio yazısına giriş eləyirik. Burada aşağı düşdüyümüz zaman piyadaları xəbərdarlıq səsi bu aktiv olsun və bunu qoyursunuz sükuta. Yəni belə olan halda 10-20 sürətlərdə sürdüyümüz zaman istənilən bir halda motor səsini əvəz edən musiqi, yəni bu iki musiqi heç bir halda olmur. Sükut səsi, yəni bir dəfəlik söndürürsünüz siz.